Bugün Sadərək məzarlığında qəhrəman şəhidimiz Ertuğrul Nadirlinin 5-ci il dönüm mərasimi qeyd edilir. Allah'tan şəhidimizə, cəmi şəhidlərimizə rəhmət diləyirəm. Allah məkanın cənnət, məqamların uca eləsin. O cümlədən həmçinin bugün Şahbuzda İlkin Muradlının da il dönüm mərasimi keçirilir. Əgər çatdıra bilsək, İlkin Muradlının da tədbirində iştirak eləyəcəyik inşallah. Sizin yanınızdadır. Bugün bu tədbirdə də görünür ki, rayon sakinləri özü axışıb gəlir. Dövlət nümayəndələri buradadır. Digər rayonumuzdan kənar bölgələrdən gələnlər var. Onu göstərir ki, Azərbaycan vətəndaşı, Azərbaycan dövləti şəhidinə hər zaman dəstək durur. Bugün gündə soyuq havada, qarlı qışlı havalarda torpaqlarımızın qoruyan, sərhədlərimizi qoruyan əsgərlərimiz, zabitlərimiz və digər hərbi qrupçularımız var. Allah onlara can sağlığı versin, vətənin qorunmasında, torpaqların qorunmasında, işlərində onlara müvəffəqiyyətlər arzulayırıq. İlk öncə qeyd edim ki, xidmət etdiyi dövrdə qəhrəman Allah rəhmət etsin bütün şəhidlərimizi. Mən şəhid ailələrin hamısının qarşısında baş əyirəm. Onlara səbir diləyərəm. Hər zaman ölkəmizin hər yerində suverenliyimizin bərpası uğrunda bir kədərlə qeyd edirdik. Şadan o igidlərimizdir. Onlar bir zamanlara qədər, yəni şəhid olana qədər onlar bir ailənin bir balasıydılar. Amma şəhidlikdən sonra onlar bütün Azərbaycanın balası, hər birimizin övladlarıdılar. Tələbələrə dərs deyərkən hər birinin gözündə o qəhrəmanlıq ruhunu görürük. Onlara daha ehtiyatla davranırıq. Çünki onlar gələcəyin qəhrəmanlarıdır. Əmin-amanlığı qorumaq uğrunda şəhadətə yetirmək. Azərbaycanın elə bir güşəsi yoxdur ki, orada bizim şəhidlərimiz olmasın. Bunlar qanlarını, canlarını ilk növbədə torpaq uğrunda verdilər. Bir valideyn kimi, yəni valideynin çox arzusu ola bilər. Amma əsas arzumu torpağımızın azadlığı idi. Bunu bizə bəxş elər. Nəsə ki, demək olar ki, düzdür, yaşım 64 olsa da, 15-ci il hadisələri bugünkü kimi o qədər mənə danışılır ki, bugünkü gün kimi gözümün qarşısındadır. 15-ci ildə bu mənfur ermənilər, necə ki bu Qarabağı viranə qoymuşdular. Bax bu sədərəyə də həmin kəslə salmışdılar. Bu sədərəkdə bir dənə salamat daxma da qoymamışdılar. Məscidimizi yandırmışdılar. Yəni əhalimizin hamısı 2 aydan artıq gedib İranda qalıb sonra qayıtmışdılar. Bunlar eyni zamanda onların misasını aldılar. Yəni bir növü elə bil ki, bunlara qarşı dönüş nöqtəsini bunlar yaratdılar. Onlara elə bir ki, dur deyən bunlar oldu. Bunlar eyni zamanda 1-ci Qarabağ müharibəsinin də 15-ci ilində, 18-ci ilində şəhidlərin hamısının qanını aldılar. Sənin qismətə yazılmır. Yəni ki, biz hamımız şəhid olmaq istəyərdik. Yəni o insanın qismətinə yazılmalıdır. 2012-ci ildə Ölməmişəm, şəhidlər ölməzdir axı. Ölməmişəm, yaşayıram. Dönüb vətən torpağına, torpağına qarışmışam. Sarılaraq bayrağına, bayrağına qarışmışam. Düşün məni, dinlə biraz. Millərin son nəfəsiyəm. Bugün torpaq altda yatan həmin şəhidin səsiyəm. Məni bilənlərdən soruş. Məni bilənlərdən soruş, o cəsarətli, o mərd duruş. Kimsəsiz unudulmuş, o hərbinin xatirəsiyəm. Bugün torpaq altda yatan həmin şəhidin səsiyəm.
Allah rahmet eylesin.